olacaq. Muhammed sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Ayşə anamızdan gələn hədisdə, mən iltəməsə ridallah, kim Allahı razı salsa, Allahın razılığını axtarsa, radiyallahu anhu və arda anhun nəs. Allah ondan razı qalacaq, insanları da onunla razılaşdıracaq. Vallahi nə təcrübə ilə də görünür. Allaha iman gətirib, Allahı seçənlər imtihanlarla üzləşsələr də belə Rəbbi onlara gözəl çıxış yol verib nəticədə. Söz verib Allah Taala. Səyəcəlullahu ba'də usrin yusra. Allahın ayələri də Allah Taala deyir ki, çətinlikdən sonra asanlığı gətirəcək Allah Taala. İnnə ma'al usri yusra. İnnə ma'al usri yusra. Çətinlikdən sonra asanlıq. Və men yettaqillah, kim Allahdan qorxsa, Allah ona nə edəcək? Məxrəcə. Yəcəlləhu məxrəcə. Ona çıxış yol açacaq. Hər bir məsələdə qul Allahın razı qaldığı şeyləri seçsə, Allahı seçsə, Rəbbi ona hər bir işdən çıxış yol verəcək. Və buyurur ki, Allah Teala, mən onu sevərəm. Sonra